Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam, əziz izləyicilər. Bugün gündəmi silkələyən təcili və şok xəbərləri sizin üçün topladıq. Sürücülərə 30%lik artım gözlənilir. Qiymətlərin necə hesablanacağı hər kəsi düşündürür. Təhsil sahəsində isə ciddi dəyişikliklər müzakirədədir. Repetitorluq sistemi ləğv oluna bilərmi? Ekspertlərdən açıqlama var. Qobustanda baş verən faciə ilə bağlı dəhşətli təfərrüatlar ortaya çıxıb, işçinin ölümündə təzyiq iddiaları gündəmi sarsıdır. Beynəlxalq arenada gərginlik artır. Trump İsrail-Livan danışıqlarında iştirak edə bilər. Amerika Birləşmiş Ştatları isə yaxın şərqə 3 aviadaşıyıcı və minlərlə hərbçi göndərib. Fikirlərinizi rey bölməsində və ən son vacib xəbərləri qaçırmamaq üçün bizi izləmədə qalın. Sığortada yeni qaydalar, qiymətlər necə hesablanacaq? Sürücüləri 30%lik artım gözləyir. Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində dəyişiklik edilib. Belə ki, hazırda qüvvədə olan bonus-malus sistemi ləğv edilir. Sığorta haqqının hesablanmasında yeni sığorta tarixçəsi əmsalı tətbiq olunacaq. Bu yeniliyin detalları barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov Oxu24.com məlumat verib. Ekspertin sözlərinə görə, əsas fərq zərərli tarixçənin kimin adına yazılması ilə bağlıdır. Onun sözlərinə görə, zərər artıq maşın sahibinə yox, sürücüyə yazılacaq. Əvvəlki qaydalarda sığorta müqaviləsi kimin adına idisə, qəzanı kimin törətməsindən asılı olmayaraq, mənfi tarixçə birbaşa müqavilə sahibinin adına qeyd olunurdu. Yeni qaydalarda isə ədalət prinsipi ön plana çəkilib. Sığorta müqaviləsi sizin adınıza olsa da, maşını başqa bir şəxs idarə edirsə və qəza törədirsə, zərərli tarixçə məhz hadisəni törədən sürücünün ən koduna işlənəcək. Maşın sahibi sükan arxasında olmayıbsa, onun sığorta tarixçəsi pisləşməyəcək. Ağabağırov bildirib ki, yeni qaydalarda sığorta haqları aşağıdakı faiz dərəcələri ilə tənzimlənəcək. Hər bir sığorta hadisəsinə görə günahkar şəxsin ən koduna 30% əlavə sığorta haqqı hesablanacaq. Məsələn, 100 manat ödəyən sürücü qəza törədibsə, növbəti il bu məbləğ 130 manat olacaq. Əgər il ərzində heç bir qəza baş verməzsə, sığortalı şəxsin sığorta haqqı növbəti il üçün 5% aşağı düşəcək. Bu dəyişikliklər sürücüləri sükan arxasında daha diqqətli olmağa sövq etmək və sığorta ödənişlərini fərdi məsuliyyətə görə formalaşdırmaq məqsədi daşıyır. Oxu24 təhsil sahəsindəki aktual problemləri işıqlandırmağa davam edir. Azərbaycanda uzun illərdir müzakirə mövzusu olan repetitorluq sisteminə son qoyulmasının mümkünlüyü və bu sahədəki zəruri islahatlar barədə təhsil eksperti Rizvan Fikrətoğlu maraqlı fikirlər səsləndirib. Ekspert qeyd edir ki, repetitorluğu tamamilə ləğv etmək real olmasa da, məktəb təhsilinin keyfiyyətini artırmaqla bu sahədəki asılılığı minimuma endirmək mümkündür. Bəs repetitorluğa ehtiyacı azaldacaq əsas islahatlar nələr olmalıdır? Rizvan Fikrətoğlunun təklif etdiyi strateji həll yollarını təqdim edirik. Ekspertin fikrincə, məktəbdə tədris olunan proqramla qəbul imtahanları arasındakı fərq aradan qaldırılmalıdır ki, şagird əlavə müəllim yanına getməyə məcbur qalmasın. Müəllimlərin əmək haqqı və davamlı təlimləri gücləndirilməlidir. Güclü müəllim sinifdə hər bir şagirdlə fərdi işləməyi bacarmalıdır. 30 nəfərdən çox şagirdi olan siniflərdə fərdi yanaşma mümkün deyil. Buna görə də siniflərdəki şagird sayı azaldılmalıdır. Zəif şagirdlər üçün rəsmi əlavə məşğələlər, güclü şagirdlər üçün isə xüsusi inkişaf qrupları məhz məktəb daxilində təşkil olunmalıdır. İmtahanlar yalnız test yaddaşına deyil, analitik təfəkkürə və layihə əsaslı bacarıqlara söykənməlidir. Hamı gedir, mənim də uşağım getsin düşüncəsini qırmaq üçün məktəb nəticələrinin şəffaflığı və etibarlılığı təmin edilməlidir. Rəf Fikrətoğlu əlavə edib ki, keyfiyyətli video dərslər və onlayn platformalar hamı üçün əlçatan olarsa, xüsusən regionlarda repetitordan asıllıq azalar. Nəticə olaraq, məsələ repetitorluğu qadağan etmək yox, onu zəruri edən səbəbləri aradan qaldırmaqdır. Əgər məktəb sistemi güclü işləsə, repetitor sadəcə əlavə bir lüks olacaq.
Qaradağ rayonu Qobustan qəsəbəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2 əməkdaşı su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib. Nəticədə hər iki şəxs torpaq altında qalıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən bir nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Digər şəxs isə hadisə yerində həyatını itirib. Həlak olan şəxsin qardaşına sözlərinə görə mərhum Qobustan Su İdarəsində çilingər santexnik işləyib və əsas vəzifəsi su xətlərində yaranan nasazlıqları aradan qaldırmaq olub. Bu insanın işi deyildi, santexnik idi, su xəttini təmir edirdi. Kanalizasiya işlərinə heç bir aidiyyəti yox idi. Müdiri zəng edib deyib ki, gəlməsən səni işdən çıxaracağam. İndi iş yerindən bir nəfər də gəlib soruşmayıb ki, bu insan öldü, qaldı, deyə o əlavə edib. İsrail və Livanın Vaşinqtondakı səfirləri Yehiel Leiter və Nada Hamad Muavad məsləhətləşmələrinin yeni raundu Ağ Evdə ABŞ prezidenti Donald Trumpın iştirakı ilə keçiriləcək. Oxu Az xəbər verir ki, bu barədə Axios portalının və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid X sosial şəbəkəsində bildirib. ABŞ rəsmisinin sözlərinə görə, Prezident Trump günorta saatlarında İsrail və Livan səfirlərini Ağ Evdə salamlayacaq və orada tərəflər danışıqların ikinci raundunu keçirəcəklər, deyə o yazıb. Öz növbəsində, CNN telekanalı mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti İsrail və Livan arasındakı danışıqlar prosesi çərçivəsində bəzi tədbirlərdə iştirak edəcək. İsrailin ABŞ-dakı səfiri Y. Leiter və Livanın ABŞ-dakı səfiri N. Muavad birbaşa danışıqlarda ölkələrini təmsil edəcəklər. Görüşdə ABŞ dövlət katibi Marco Rubio da iştirak edəcək. Xatırladaq ki, aprelin 14-də İsrail və Livan arasında son 43 ildə ilk dəfə birbaşa danışıqlar raundu baş tutub. Vaşinqtonda keçirilən həmin görüşdə tərəflər yenə səfirlər səviyyəsində təmsil olunmuş, müzakirələrdə M. Rubio iştirak etmişdi. Üç aviadaşıyıcı zərbə qrupunun tərkibində 200-dən çox ABŞ təyyarəsi və helikopteri, eləcə də 15.000 ABŞ dənizçisi və dəniz piyadası yaxın şərqə gəlib. Oxu Azın xəbərinə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı CENTCOM öz X hesabında məlumat verib. 10 illiklər ərzində ilk dəfə olaraq 3 aviadaşıyıcı eyni vaxtda yaxın şərqdə fəaliyyət göstərir. USS Abraham Lincoln, USS Gerald R. Ford və USS George H.W. Bush aviadaşıyıcıları regiondadır, deyə bildirib. Daha əvvəl, CENTCOM məlumat vermişdi ki, USS George H.W. Bush aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu komandanlığın məsuliyyət zonasına daxil olub. Aprelin 21-də ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun portalı olan USNI News, Pentagon mənbələrinə istinadən məlumat yayıb ki, Venezuela və İrandakı əməliyyatlarda iştirak edən ABŞ-nın USS Gerald R. Ford aviadaşıyıcısı təmirdən sonra Süveyş kanalından keçərək Qırmızı dənizə daxil olub. Bundan əlavə, USS Abraham Lincoln də Ərəbistan dənizindədir.